Usul-i Kafi kitabındadır. Bilirsiniz, Usul-i Kafi Məhəmməd İbn Yaqub Kuleyni toplayıb onu. Demirik, bütün hədisləri səhihdir. Yox, bizim inancımız bu deyil. Olub bizdə bəzi alimlər, onlar iddia ediblər ki, Kafinin bütün hədisləri mötəbərdir, səhihdir, amma yox. Bizim mühəkkik alimlərimiz, təhqiqatçı alimlərimiz bu fikirdə deyirlər. O cümlədən biz də onların izi ilə gedirik, o təhqiqatçı alimlərin izi ilə demirik. Usul-i Kafidə, Furu-ul Kafidə olan bütün kitablar, bütün hədislər mötəbərdir, səhihdir, amma səhih hədisləri mötəbər, hədisləri çoxdur. İmam Sadiq əleyhissalam buyurur ki, İnnə fi kitab-ı Ali. Əlinin kitabında belə yazılıb. Əlinin kitabı nədir? Eşitmişdiniz indiyə qədər Əlinin kitabı? Qoy deyim sizə, elə imamın dili ilə deyim, Əlinin kitabı nədir? Əbu Bəsirdəndir, deyir, günlərin birində daxil oldum İmam Sadiq əleyhissalamın yanına. Dedim, sənə fəda olum, sənə qurban olum. Bir söz soruşacağım səndən, ancaq burada eşidən var mənim bu sözümü. Fikir verin, ha, görün zaman olur. İmam Əlinin kitabını soruşacaq. İmam Əlinin kitabını soruşacaq. Onu da imama deyir ki, imam, olar səndən soruşum, bir nəfər burada eşidir mənim sözümü. Gör, hansı dönəmlərdən keçib Peyğəmbər və Ali Peyğəmbər. Bu cür çətin dönəmlərdən keçib, gəlib, əlhamdülillah. İmam Sadiq əleyhissalam deyir, durdu ayağa. Mən belə deyəndən sonra pərdəni çəkdi. O biri otaqla bu otağı bağladı. Mənə dedi ki, buyur, səl əmma bədalək. Nə istəyirsən, soruş. Dedim, sənə qurban olum, fəda olum, ağa. Sizin şiyələriniz, yəni elə bu da Əbu Bəsir də bunlardandır. Deyirlər ki, danışırlar, deyirlər Peyğəmbər salavatullah Həzrəti Əliyə elmdən 1000 qapı açdı, hər qapıdan da 1000 qapı açılır. İmam dedi, bəli, bəli. Peyğəmbər salavatullah Həzrəti Əli üçün elmdən 1000 qapı açdı, hər qapıdan da 1000 qapı açılır. Əbu Bəsir deyir ki, dedim ki, vallahi hadal elm, elm odur ya, kaş yəni onu biləydik də o mənada, elm budur. İmam dedi ki, innəhu lə ilm. Bəli, həqiqətən də elə elm odur. Cəddimin Həzrət Əliyə öyrətdiyidir. Sonra ağa buyurdu ki, Əba Məhəmməd, Əbu Bəsirin bir künyəsi də Əba Məhəmməddir. Dedi, Əba Məhəmməd, İnnə indənəl camiə. O kitabı Əli, Əlinin kitabı, onun bir adı da camiədir, yadınızda qalsın, camiə. Ağa buyurdu ki, bizdədir camiə. Əbu Bəsir deyir, soruşdum ki, camiə nədir? Yəni, həmən o Peyğəmbərin Həzrət Əliyə öyrətdikləri, Həzrət Əli qeyd eləyib, yazıb, camiə. Buyurdu, səhifətun tuluha 70 ziraən bi zirai Rəsulillah. Dedi, bir kitabdır ki, bir səhifədir ki, 70 dirsək. Qədimdə bilirsiniz də, metr, kilometr, bu ölçülər müasir ölçülərdir. Məsumların zamanında ölçü vahidləri uzunluq ölçəndə zira, mil və s. bu cür ölçədilər. Ölçü vahidləri bulardır. Dedi, 70 dirsək uzunluğunda bir kitabdır. Və onu Peyğəmbər salavatullah deyib, onun imlası ilə Həzrət Əli əleyhissalam öz əli ilə onu yazıb. Nə var o kitabda? Ağa buyurdu ki, fiha kullu halalin və haram. O kitabda bütün haram və halal var və kullu şeyin yahtacun nasu ileyhi hattal arş fi xadş. Dedi, o kitabda insanların nəyə ehtiyacı varsa o kitabda var. Hatta ərşi fil xadş. Bu bir də məsəldir. Ərşi fil xadş, o xadş üzü cırmaqlamağa deyərlər, ərşdə diyədir. Yəni, hətta üzü cırmaqlamağın diyəsinə qədər orada var. Bu misaldır. Ərəb bunu, bizə desə ki, bu kitabda hər şey yazılıb, hətta ərşi fil xadş, misaldır. Yaxşı. Deməli, Əlinin kitabı deyəndə camiə Həzrəti Rəsulullahın
Peyğəmbər salavatullah aleyh və alihin Həzrəti Əliyə öyrətdikləridir və Həzrəti Əli onu öz mübarək əli ilə yazıb. İndi siz mənə sual verin ki, bu günləri bu kitab əlimizdədir? Xeyr, xeyr. Bu günləri o kitab zamanın sahibi İmam Zaman Əcəlallahu Teala Fərəcəhu Şərifdədir. O kitabdan imamlarımız nə qədər nəql eləyibsə, onlar bizim əlimizdə var. İndi bunu məlumat üçün dedim sizə ki, yaxşıdır, biləsiniz, kitabı Əli eşidəndə Əlinin kitabı, camiə nə deməkdir? Bilin ki, hədisi ilə, mötəbər hədisi ilə eşitdir. Usul-u Kafidə İmam Sadiq əleyhissalam buyurdu ki, Əlinin kitabında belə yazılıb. İnnə əşəddən nasi bəlaən ən-nəbiyyun. İnsanların içərisində ən ağır bəla görənlər, sınaq görənlər, imtahan görənlər peyğəmbərlərdir. Thumməl vəsiyyun. Sonra vəsiləri olub. Görürsən, dərəcədir. Thumməl əmsəli fəl-əmsəl. Sonra ondan aşağı. Sonra ağa buyurdu ki, və innəmə yubtalal mu'min alə qədəri ə'malihil həsənə. İmam Sadiq əleyhissalam buyurdu ki, Həzrət Əlinin kitabında belə yazılıb ki, mömin imtahan olunar, sınağa çəkilər öz yaxşı əməlləri qədər. Fəmən səhhədinuhu və həsunə əməluhu. Kimin dini sağlam olsa, əməli gözəl olsa, işdət də bəlauhu. Bəlası daha da ağır olacaq. Biri gəldi İmam Baqir əleyhissalamın yanına. Dedi, ağa, mən səni çox sevirəm. İmam Baqir əleyhissalam dedi ki, bu gündən etibarən qalxanı götür. Dedi, nə qalxan ağa? Dedi, bu gündən etibarən bəlaları gözlə, sınaqları gözlə, imtihanları gözlə. Həzrət Əlinin də bir sözü var, insanı heyran edən sözlərdəndir. Deyir, Ləv əhəbbəni cəbəlun lətəhafət. Dağ da məni sevsəydi, dağılardı. Dağ da məni sevsəydi, o sevgiyə dözməzdi. İnsanın dini kamilləşdikcə, əməlləri gözəlləşdikcə, iman mərtəbəsində yüksəldikcə, sınaqlar böyüyür. Baxın siz, İbrahim əleyhissalamın sınaqlarına, əvvəl oda atılmaq, ondan sonra övlad uzun illər verilmir, yaşlı vaxtda bir övlad verilir, sonra o övladın kəsilməsi əmr olunur. Nə qədər imtihan, imtihan üstə imtihan, bəla üstə bəla, sınaq üstə sınaq. Yaxşı, niyə insanın imanı artdıqca sınaqlar çoxalır? İmam Sadiq əleyhissalam deyir ki, Əlinin kitabında belə yazılıb. Və zəlikə ənəlləhə əzzə və cəl ləm yəcəəl-dünya thəvabən li mu'minin və la uqubətən li kafir. Deyir, çünki Allah bu dünyanı nə mömin üçün savaba görə yaradı, nə kafir üçün cəzaya görə yaradı. Sözün dəqiqliyinə və gözəlliyinə baxın. Yəni, mömin burada mükafat gözləyir. Axı, bu dünya əvvəldən mükafat üçün yaranmayıb, baxın. Bu dünya mükafat üçün deyil. Əksinə, mükafatı burada qazanırsan. Mükafatı burada qazanırsan. Bura mükafat yeri deyil. Sən mükafat gözləyirsən. Və kafir üçün də cəza yeri bura deyil. Kafirin də cəza yeri axirətdir, müminin də mükafatı axirətdir. Sonra ağa buyurur ki, və mən səxuvədir, indi əksin buyurur. Hər kəsin dini zəifləsə, Allah göstərməsin, imanı zəif olsa, əməlləri yaxşı olmasa, onun da imtihanı yüngül. Demir ha, imtihan olunmayacaq. Yox, o da imtihan olacaq. Yenə deyirəm, hərəsinin imanı qədər.